Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir Ağaclar Parkına baxış keçirib. Akademik İsa Həbibbəyli bildirib ki, 3 il əvvəl Heydər Əliyev ili çərçivəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, nadir dekorativ ağac və kol bitkilərinin əkilməsi ilə salınmış Nadir Ağaclar Parkı artıq bugün öz bəhrəsini verir. AMİA rəhbəri vurğulayıb ki, Nadir Ağaclar Parkı ölkəmizdə ekologiyanın qorunmasına, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına akademiyanın bir tövhəsidir. Akademik İsa Həbibbəyli parkda əkilmiş ağac və kol bitkilərinə mütəmadi aqrotexniki qulluğunun göstərilməsinə bağlı müvafiq tapşırıqlarını verib. Qeyd eləyək ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının və AMİA-nın rəyasət heyət aparatının Akademiya şəhərciyi şöbəsinin əməkdaşları iştirak ediblər. Leyli Naymi qızı Ziyaxudiyev, Fərid Həşimov, Elm TV.